Airgrey yarpaqları var, limon ağacına oxşayır, onun yarpaqlarını qoya bilərik. Məsələn, əslində tarelkaya boşqab olaraq götürür. Boşqaba yiyilməyən heç nə qoyulmur. Bu ucu hökmüzərdir, mətbəxin qaydasıdır. Məsələn, xoşlayır ki, İtalyan mətbəxində məsələn xoşlayırlar zeytun, vəlinli pomidor, qurudulmuş pomidor. Məsələn, zeytunu, hazır konserv olmuş zeytunu aşağı temperaturda qurudub, sonra təzən onu üyüdüb, dekor kimi səpmək olar. Məsələn, mən aşpaz dərsində çox istifadə edirəm zeytun əzilmişindən, sumaqdan istifadə edirəm, raziyanadan istifadə edirəm, amma konditor, şirniyyat dərsində elementar 2 dənə yarpaq tamam vizual olaraq dəyişdirir. Ya bir dənə meyvə, hər dəfə də meyvə tapılır, meyvəni də neytral gelə batırırsan qoyanda, əvvəla meyvəni xarab olmaqdan qoruyur. Şəffaf geldir. Biz bugün qırmızı koreçnimi gel istifadə, onun şəffaf formasıdır, var o da. Glikoza yox. Onun həm meyvəni xarab olmaqdan qoruyur tortların üstündə. Meyvəyə tortlar yəqin vitrində görmürsünüz. Həm də şəffaflıq verir, meyvəyə gözəlləşdirir. Bir var meyvəni qoyursan ağappaq, bir var o gelə batırıb qoyursan, elə bir ki suludur. Çox gözəl bir uzaqdan görünüş. Elementar bir dənə nanə qoya bilərsən. Və yaxud məsələn mən işdə daha çox zeytun yarpağından istifadə edirəm. Çünki nanə geri həmin vaxt qoydum, getdim müştəriyə. Amma hər reseptə də nanə qoymaq olmur. Vitrin üçün mütləq gec solan yarpaqlar qoyuram. Zeytun yarpağı da həm yeyilə bilən yarpaqdır. Məsələn, dəmlənib içilə bilən zeytun yarpağı çox xeyirli bir yarpaqdır. Elementar bax, mən hər aşpaz dərsində də, şirniyyat dərsində deyirəm. 3-4 dənə tut ağacının yarpağı. Kofemiz hazırdır. Tut, bildiyimiz tutun təzə açan yarpağı. 3-4 dənəsini dəmləyib içsiniz. 1 stəkan süd qədər kalsi var onun tərkibində. Çox xeyirlidir, məsləhət görürəm. Yeyə də bilərsiniz, məsələn, Yapon mətbəxində, Yaponlarda bilirsiniz ki, ada şəraitində yaşayırlar, çox yaşıllıqları yoxdur. O yarpaqlar marketlərdə satılır, təzə yarpaqlar. Sushi əvəzi onu da düyü külü boyuna yeyilir. Yəni, göyərti, o xolesterin, necə deyim sənə, xlorofildə yaşıl yarpaq ehtiyaclarını oyla ödəyir. Məsələn, biz cənubda yaşayırıq, il boyu göyərtimiz var, səbzələrimiz var. Allah'a şükür padiklər də çoxalıb, amma il boyu yaşıllıq yeyə bilirik, göyərti vitaminlərimizi ala bilirik. Elə ölkə var ki, əkin yeri yoxdur. Məsələn, Yaponiya özü neçə adadan birləşməsidir. Onlar daha çox düyüyə istifadə üstünlüyü verirlər. Nəyə görə? Taxıl əkəsi yerləri yoxdur. Olsa belə düyü insan ömrünü uzadır. Həm də onlar suyun içində ada şəraitində yaşadıqlarına görə düyü bədənlərindəki rütubəti çəkir. Çox ağıllı bir taktikadır. Məsələn, ali millətdilər. Mən Yaponiyada olmamışam, həyat yoldaşım olub, uzun müddət qalıb orada. Çox gözəl bir ali millətdilər, alicənab bir millətdilər. İndi deyə bilmərəm neçə illərdən sonra. Məsələn, elə ölkələr var ki, getmək istəmədiyim ölkələr siyasi var, olduğum ölkələr siyasi var, sevirəm mətbəxlərini.